Bir müsahibələrin birində görmüşdüm. Demişdi ki, Xəzər istəyərdim mənim şeirlərimdən desin. Təəssüflər olsun, bir balaca belə uzandı müddət. Amma sizə təşəkkür edirəm ki, bugün şərait yaratdınız. Mən bu şeiri oxuyacağım və ümid edirəm ki, onun ürəyincə olar. Çünki öz şeirlərini o qədər gözəl ifa eləyir ki, mən də çalışaram ən az onun qədər. Sevə-sevə dinləyirik. Alqışlayaq Xəzər bəy. Bir gün birini sevəcəksən. Mən səni sevdiyim kimi. O da səni sevəcəkdi. Sən məni sevdiyin kimi. Gözün yolunda qalacaq, gəlməyəcək görüşünə. Güləcəksən mənim kimi, qəm dolacaq gülüşünə. Yavaş-yavaş tərk edəcək təbəssüm də dodağını. Ürəyindən qopan atəş yandıracaq yanağını. Sevdiyin yaxacaq səni, sən məni yaxdığın kimi. Ona məlul baxacaqsan, mən sənə baxdığım kimi. Birər-birər yığacaqsan indi bağa əkdiyini. Onda yaxşı duyacaqsan indi səndən çəkdiyimi. O zaman mən olmayacağım. İndiki kimi yanında məni tapmayıb dərdini deyəcəksən xəyalında. Bir gün birini sevəcəksən, mən səni sevdiyim kimi. O da səni sevəcəkdi. Sən məni sevdin.